tələbələr, hörmətli ağsaqqal, hörmətli müəllimin, məktəbin direktoru, oğlu məktəbin direktoru, hörmətli nümayəndə. Biz bugün yenə buradayıq. Mənimlə beraber bu işlə, bu işe baxan Şamaxı İcra Hakimiyyətinin şöbə müdiri, hörmətli Cəlal müəllim buradadır. Şəhid qardaşı, hörmətli həmişə zəhmət bizi çəkən Məhərrəm buradadır, şəhid qardaşıdır. Ve yeni zamanda karşınızda Şamaxı Ağsaqqal Ağacı müəllim burada sizinlə birlikdədir. Mən çox edirəm, mən çox şadlanıram ki, bugün kəndin adı nədir? Əhmədli Kənd Tam Orta Məktəbində qəhrəman balamızın, yiğit balamızın, Azərbaycanın xilaskarı olan balalarımızın sinifini açırıq. Ona görə də mən sizin hər birinizə İran nümayəndəsi olmaqla, məktəbin direktoru olmaqla bütün kollektivə təşəkkürümü bildirirəm ki, belə şərəfətli, şərəfli bəyəndim mən. Bu plakatı bəyəndim. Bağlı ilə sən danışmışdın, yoxsa o siqaret danışmışdın. Onlarda da tutsun biraz. Bilirsiniz, hörmətli cəmaatı əziz. Şəhid ataları, hörmətli şəhid anaları. Bu evlatlar sırada bir evlat deyirlər, bir insan deyirlər. Bunlar çox iyi insanlardır. Bunlar üçün nə qədər danışsa olar, bunlar üçün nə qədər geri söykdə, nə qədər geç söykdə, yenə də azdır. Bunlar Azərbaycanın 30 illik işğal altında olan torpağını qısa müddətdə alıb, Azərbaycan xalqının başını uca edən insanlardır. Baba, bu qarşınızda olan bax bu bağlarımız. Bu sinifin açılması ona göre güzeldir ki, bak bu balaca bağların nəvələrimiz bu sinifin veyahut da o bir sinifin, hər hansı bir sinifin uşaqları gəlib bu sinife girəndə ona da müəllim deməyəcək ki, bax qəhrəman sahip alanıza. İster istemez onun göz orada olacaq. Sizin seferde ben bu söz dedim. İster istemez onun göz orada olacaq. Ona göre de biz çalışırız, yürürük, danışırıq, deyirik ki, her məktəbdə, her sinifdə bu bağlarımızın portreti olsun, şəkilləri olsun, bu balaca bağlarımızın başlarına həkk olsun ki, bizim belə qəhrəman bağlarımız, qəhrəman atalarımız, qəhrəman insanlarımız olur. Ona görə də təkrar yenə də sizin hər bizə təşəkkür edirəm. Siz sözümü eşitdiniz, bu iş düzəldi, hər şey gəldi qısa müddətdə. Çox sağ olun. Mən ilk sözü məktəbin direktoru hörmətli İbrahim müəllimə verirəm. Buyurun. Hörmətli qonaqlar, hörmətli iştirakçılar. Bugün bizim əzizimiz, fəxrimiz, qürurumuz Zahid Səlimovun adına sinifin açılışıdır. Burada iştirak etdiyinizə görə hamınıza öz adından və kollektivimiz adından təşəkkür edirik. Zahid Səlimov 44 günlük vətən müharibəsində, müharibənin əvvəlindən sonuna qədər misilsiz qəhrəmanlıqlar göstərən və şəhadət zirvəsinə yüksələn el oğlumuzdur. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində biz 19 mindən artıq şəhid verdik. Lakin bununla belə torpaqlarımızın 20%'ində işğala məruz qaldı. Lakin 2. Qarabağ müharibəsində qısa müddət ərzində, yəni 44 gün ərzində biz tarixi qələbə qazandıq. Həmin dövrdə, yəni yaxın tariximizdə bütün xalq qələbəyə köklənmişdi. Uşaqdan böyüyə qədər. Hətta kollektivimiz belə orduya dəstək fonunda yaxından iştirak elədi. Yəni həmin dövrlərdə qarşımızda bir məqsəd var idi, yalnız qələbə uğrunda. Hamı könüllü şəkildə döyüş cəbhəsinə yollanmaq istəyirdi. Bu tək xalqın nümayəndələrinin deyil, eyni zamanda xalqla iqtidarın birlikdə olmasının qələbəsidir. Birinci Qarabağ müharibəsində ölkədə anarxiya, xaos hökm sürürdü.
Ona görə də biz qələbə qazana bilmədik. Lakin 2-ci Qarabağ müharibəsində dövlətimiz başda Ali komandan cənab prezidentimiz olmaqla həm daxili siyasət, həm xarici siyasət çox uğurla qurulmuşdur. Və bunun nəticəsidir ki, Azərbaycan tarixi qələbəni əldə etdi. Bir daha əziyyət çəkib gəldiyinizə görə hamınıza təşəkkür edirik. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Yanmır alkışlayalım direktör. Çok sağ olun. Hürmet Aksakal. Buyur. Ama bu kendin Aksakal sen, ama bu kendin aparat adamsan. Ağarızdan müəllim, Allah sizdən razı olsun, Allah köməyiniz olsun. O gündə siz gəldiniz, təklif elədiniz, sizin təklifinizlə bax bu sinif açıldı. Her şey geldi. Şəhidlər. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhidlik haqqında mənim biraz məlumatım var. Ona görə məlumatım var ki, mənim oğlum da zabitdir. O 44 günlük müharibədə iştirak edibdi. Onun dediyindən, onların çəkdiyi o əziyyətdən mənim xəbərim var. Allah Teala həmişə bu xalqımıza elə bir gün göstərsin ki, bir də o yağı düşman bizi tapdaq altına salmasın. Onlardan uzaq olaq. Amin. Allah hamınıza can sağlığı versin. Və sabahki gün münasibəti də hamınızı təbrik edirəm. Çok sağ ol. Prezidentimizi başda olmaqla Allah var eləsin. Əgər sərkərdə nə qədər möhkəm olsa, onun ordusu da möhkəm olar. Onun xalqı da möhkəm olar. Deyir, o dövlətin əgər sərkərdəsi yoxsa, ordusu yoxsa, ziyalısı yoxsa, o dövlət deyil. Evet. Allah sizdən razı olsun, sahib gəlmişsiniz, Allah köməyiniz olsun. Teşekkür ederim. Allah var eləsin. Alkışlarla Aksakal. Çok güzel beydilediniz. Çok güzel beydilediniz. Çok sağ olun. Direktör de danıştı dedi. Bugün doğrudan güzel gündü. Mektebin direktörü İbrahim Müəllim qeyd etdi ki, bundan da çox şəhid verdiyimiz düz deyil. Amma torpaqlarımıza getdi. Ona görə ki, başına anarxiya idi. Anarxiya olan yerdə də siz bilirsiniz, Aksakal qeyd elədi. Nə xeyr olar, nə bərəkət. Bax, bunun nəticəsi gəldi, Azərbaycan xalqını bugünə çalınmasına rəvac verdi. Amma gəldi Azərbaycanın rəhbəri, Azərbaycanın yiğit oğlu, umumilli lider, dünya şöhrətli Heydər Əliyevin oğlu Cənab İlham Əliyev, Ali Başkomandan, Qarabağ Fatihi, Qarabağın 30 illik, bizə elə belə gəlməsin, 30 il çox böyük rəqəmdir, hörmətli cəmaat, 30 il özdə ən yağı düşmanın əlində olan torpağı 44 gün müddətində alasan, bu bağlarımızın sayəsində Azərbaycan xalqının başını uca edəsən, elə belə şey deyir, böyük haqq-hesabdır, böyük hörmətdir. Hörmətli müəllimə, buyurun bir neçə kəlmə. Bugünkü gün münasibətilə Arzu xanım, buyurun. hər birisi, bax, bura yığılan sinifdən balalar, bütün sinif şagirdləri, hər birisi, bax, bu ada layiq olmağınızı arzulayıram. Yəni, bugünkü gündə Zahid oğlumuzun, qardaşımızın, şəhidimizin adını uca tutmağı sizə tövsiyə edirəm. O gün olsun ki, hər biriniz gözəl, qəhrəman evladı olasınız, canınız sağ, salamat. Şəhid atasına da, şəhid qardaşına da minnətdarlığımızı bildiririk, elə kollektiv adından, öz adımdan. Onun üçün ki, o cür gözəl evlad böyüyüb. Hər kəsin, yəni şəhid olmaq Allahın bir möcüzəsidir, mən belə deyərəm. Onu da Allah Teala ona nəsib edir. Yəni hər kəs bu dünyadan köçüb gedəcək, amma onun adı, şərəfi həmişə Allah Teala yanında da, hər kəsin ağzında, dilində belə körpə balalarımızın adında həmişə ağzında dolanacaq. Onun üçün də bu işi görən hər bir kəsə təşəkkürümü bildirirəm. Çok sağ olun. Allah sizdən də razı olsun. İbrahim müəllim, sizdən də ki, yəni tez bir vaxtda təşkil elədiniz, hazırlanmış sinif.
Minnətdarım. Çok sağ olun müəllim. Alkışlar müəllim. Atası cəmaat iştirak edir. Atası xəstədir. Mənə məlumat verdi. Ziya daha öz təşəkkürünü, öz minnətdarlığını elədi. Buna minnətdarlıq da ehtiyac yoxdur. Demək də ehtiyac yoxdur. Bu bizim borcumuzdur. Biz hər bir vaxtı gülməliyik. Hər bir vaxtı getməliyik. Hər bir vaxtı sözümüzü deməliyik. Hörmətli bağlarım. Bir vaxt olur ki, bak o da sizin gibi partide oturuyor. O da sizin gibi partide oturuyor. Ama o bilmiyor ki bu qəhrəman olacak. Siz de elə əyləşin partidaki, elə təsir alın, elə Azərbaycan xalqına xidmət edin ki, vətənpərvərlik mövzusunda böyüyün ki, belə qəhrəmanların, igidlərin yerini tuta biləsiniz. Buyurun. Ağzım Allah'ım çok sağ olun. Allah hamımızdan razı olsun. Allah bütün şahslarımıza rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin. Çok sağ olun. Teşekkür ederim. Çok sağ olun. Sizin de teşekkürünüzü sağlamınızı hoş hatırlarsan, Laksakal burada iştirak edir hamının adından. Bütün kendin adından iştirak edir. Çok sağ olsun. Məktəbin direktörü yanındadır. Hörmətli Cəlal müəllim, Şamaxı rayon qeyd elədim. Bu işə baxan şöbəsinin müdiri yanımdadır. Şəhid atası, şəhid qardaşı, neçə 6 ildir mənimlə bu şəhidlərin döşündədir, içərisindədir, əziyyətini çəkir. Özdə işdən elə ayrılıb gəlib ki, bu günləri bu. İşin yerin dəyişdiyinə görə oradan qopmaq çox çətindir. Dedi, yox, mən birinci işim olur. Hörmətli kəndin nümayəndəsi, icra nümayəndəsi. Mən də sizdən çox razıyam. Bu işdə siz də mənə kömək elədiniz. Mənə belə əlaqə, hər dəqiqə mənə əlaqə saxladınız. İş belədir, iş elədi, iş getdi. Mən Tahir müəllimə söhbətim oldu buradan gedəndən də sonra. Allah Tahir müəllim işinə aman eləsin. Yaxşı başımızdır, Allah bunu biz eləməsin. Siz bilirsiniz Şamaxı bugün necə Şamaxıdır. Şamaxı bugün bax Saqqal özü yaxşı, çox yaxşı bilir. Qoy balalarım da bilsin. Şamaxı bu günləri 70 il bundan qabaqçı Şamaxı deyil. Şamaxı bugün Şamaxıdır. Bu günlər Şamaxıda mən bir dəfələ gedirdim, tanışsınız bu adamı. Dedim başına dönün prezidentimin. Bu Tahir müəllim gəldi, bax dedi, ay başına dönün prezidentin mənə haqqının altını dönün. Amma bundan qabaq da başçı var idi. Amma Tahir müəllimin Şamaxı rayonunda başçılıq eləmək, hörmətli Ağsaqqal, çox böyük səviyyəli oldu. Çox böyük güzəranlıq oldu. Çox böyük irəliləyiş oldu. Hələm Şamaxıda baksa olmayıb. Bu iş olmayıb. Bu quruculuk bu abadda o işi olub bugün Şamaxıda. Baxıram fərih edirəm. Biz buna fərih eləməliyik, hörmətli Ağsaqqal. Biz fərih eləməliyik ki, bu bağlarımıza bizə baxsın, Şamaxının bugünkü gününü tərəfləsin, alqışlasın və desin, Şamaxıra. Əlbəttə ki, bütün bu işlərin başına duran prezidentimdir. Başına dönüm Ali Başkomandan, Mehriban xanımdır. Ona görə də başımızın da Allah Teala harada olsa, hara geçsən, nerede olsa, Şaban'da olsun. Allah Teala bu kendine cemaatini üstün göstermesin. Allah Şamaxı cemaatine üstün göstermesin. Allah bu məktəbin də direktörünün, o məktəbin də, bu məktəbin də direktörlərindən mən razıyam. Çox sağ olsun, hər birinə təşəkkür edirəm. Buyurun. İlk öncə nümayəndəlik adından, şəhidimizin xatırası adından sizlərə bu tədbirdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu işlərin təşəbbüskarı, hörmətli Ağarcan müəllim, Cəlal müəllim sizlərə, təşkilatçısı İbrahim müəllim sizlərə dərin təşəkkürümü çatdırıram. Şəhidimizə Allah rəhmət eləsin, ailəsinə, yaxınlarına səbir diləyirəm. Çox sağ olun, Allah razı olsun. Hörmətli rayon icra hakimiyyətinin başçısına çatdırmışam. Cəlal müəllim də, mən də, hər birimiz ikimiz də sənin haqqında çox yaxşı mövqe var. Hər birinə təşəkkür edirəm. Hörmətli cəmaat, mən, siz bilirsiniz, bəlkə də siz bilmirsiniz. Bu şəhid atalar, şəhid analar verirlər, mən şəhid qarşısında olanda danışmaqdan doymuram. Ona görə deyirəm Allah Teala, gör bizim necə oğullarımız varmış, gör bizim necə evlatlarımız varmış. Biz bilməmişik bu günlər ki, bizim belə evlatlarımız var. Mən, deyəsən o şəhidin, Zahidin tədbirində də deyəsən bu söz dedim. Mən təhkim edim könüllü gedənlərə. Könüllü gedənlərə təhkim edim mədəniyyət evində. Şamaxı Mədəniyyət Mərkəzində. Allah'a and olsun, avtobuslar dayanıb. Uşaqlar qapıdan girməyə bir-birinin üstünə çıxırlar. Siz bilirsiniz, kənd adamı qədər şeyin açı ağzını açıb kullandırırsınız.
Pencereden girirler salamlayır. Allah o kadar bunlara həvəs, o kadar yiğitlik, o kadar cesaret, o kadar torpağın alınmasında hüner vermişti ki, bak Şamaxı balalarımız O Şamaxıdan cəsarətə görə 44 günlük bəli, kısa müddətdə, kısa müddətdə. Ona göre de Allah Teala babalarımızı dünya erşiye getiren ata analarına küskün göstermesin. Allah Teala bunların kalan bağlarını salamat eləsin. Allah elə zahid balamızın da evlatları var, ben o gün gördüm burada. Onları da hoşbaxt eləsin, şad bölsünler, hoşbaxt bölsünler. Atalarını yiğitliğine baka bölsünler. Onlar da hoşbaxt olsunlar. Her birinizin adına ben onlara da teşekkür ederim. Onlara da sağ ol deyirəm. Onların da bu kahraman balaları olmağıyla fəxr edirəm. Allah sizdən də Çox sağ olun, təşəkkür ederim. Bir de buralar. Allah razı olsun. Şəhidimizin sinif müəllimində. Danışan gələcəm, bir gün bırakalım. Ha, gələcəklər. Buyurun müəllim. Çok sağ olun. Eğer torpaq uğrunda ölen varsa vətəndir. Şəhidlər ölmür, şəhadətə yüksəlir, əbədiyyətə qovuşur. Kim ki öz vətəni, torpağı, namusu, dini uğrunda həlak olursa, o ölmür. O, ölümün ən yüksək zirvəsi olan şəhidlik zirvəsinə uzalır. Səlmov Zahid mənim həm qohumumdur, əmim nəvəsidir, həm də mən onun sinif rəhbəri olmuşam. Səlmov Zahid təhsil aldığı müddətdə də ictimai fənlərə çox həddindən artıq meyl göstərən, siyasi fənlərə, tarix fənlərə, coğrafiya, ədəbiyyat fənlərinə maraq göstərən bir uşaq idi. Çox vətənpərvər bir uşaq kimi böyüyürdü. Ailədə də çox hörmətli bir oğlan. Demək, onun yolu gizirlik təhsili alandan sonra cəbhəyə yollandı. Və cəbhədə də 44 günlük müharibədə də o, demək, ölümün ən yüksək döyüş tapşırığını yerinə yetirərkən ölümün ən yüksək zirvəsi olan şəhidlik zirvəsinə uzaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yadıma Şəhriyarın bir şeiri düşdü. Misrası düşdü. Tarix az görməyib quduranları, qanlını qan tutar qandır onları, ey mənim xalqımın ölməz yuqarı, eynmə o zirvənin ucalığından, ey ana torpağım, ey Azərbaycan. Azərbaycan bizim üçün əzizdir. Azərbaycan bizim üçün həmişə əziz olubdur. Ona görə də Azərbaycan torpaqlarını qoruyan ordumuza minnətdarıq. Qazilərimiz sağ olsun. Şəhidlərimizin analarının qarşısında baş əyri çəkinmədən. Bir də ki, gözəl sərkərdə, gözəl Nəsrəddin Tusinin bir sözü var, gözəl sərkərdə həmişə xalqına söykənən sərkərdə gözəl sərkərdə olur. Uca olur. Uca olur. Ona görə də bizim Heydər Əliyev, Ulu Öndərin oğlu Heydər Əliyev həmişə xalqı ilədir, xalqı ilə yaşayıb, onunla dəmir yumruq siyasəti arzu edir ki, daha da göylərdən möhkəm olsun, ona can sağlığı arzu edirik, həmişə can sağlığı arzu edirik. Təşəkkür edirəm. Təşəkkür edirəm. Mən həmişə hara gedirəmsə, harada oluramsa, həvəslənirəm ki, maraqlanıram ki, qoy müəllimi olsun və yaxud da onun sinif rəhbəri olsun, danışan adam elə ən çoxlarını mən yolu, yeri, sözü onlara verirəm. Buna görə də yaxşı ki, buradasınız, çox sağ olun, təşəkkür edirəm. Uşaqlar hazırdır. Buyurun. Şahid Uğur, Kamil Zəhra. Asla basın o torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış, o palçıqda sönmüş şəhid həvəsi var. Qurban olum asla çəzdin, o dağlarda, o daşlarda. Arışallı bir ananın dağlar boyda yarası var. Qurban olum ana torpağa, bərk qucaqla sən balanı. Güllə dəymiş şəhidimin, evdə körpə balası var. Bütöv olmuş vətənimin, yarsız qalmış gəlini var. Gecə yarısı yuxusunda ata deyən körpəsi var. Asta deyin, asta görün, yavaş basın siqnalları. Bir ananın, bir atanın bala deyən nanası var. Çok sağ olun, alkışlar bağlarınızı. Teşekkür ederim. Bu bağlarımızı hazırlayan müəllime ve müəllimiye. Aynı zamanda məktəbin direktörü başlanmalı. Teşekkür ederim her birinize. Hürmetli sinif rəhbəri, bu birinizi gəlməli.
Var. Buyurun, buyurun, buyurun. Buyur. Siz geçinin doğru olarak gelsin buraya. Mezarlar qazıldı sayısı hesabsız. Dağ qoyda igidlər bayraq uğrunda. Bu millət yolunda, vətən yolunda. Torpağa getdilər torpaq uğrunda. Başını ucaltdı Azərbaycan bu torpaq üstündə igidin gəlir. Ağlama ay ana, başın dik olsun. Çirəkli bayraqda şəhidin gəlir. Qarabağ Azərbaycandır. Uzun yollar keçib gəldi, şəhidliyi seçib gəldi. Bayrağını and içib gəldi. Qarabağ Azərbaycandır. Teşekkür ederim. Bir oğulsan, bir igidsən, ürəksən. Tər sinəndə döyünübdü zahidim. Yaddan çıxmaz yüksək illər, fəsillər. Zaman zaman anılırdı zahidim. Qürur duydu, çəkilmədi döyüşdən. Zəng olunub, darıxmadı görüşdən. Doymadılar dodağında gülüşdən. Bir qəhrəman doğulubdu zahidim. Bağlanıbdı o hərbiyə əzəldən. Doymaq olmaz, bilin qəlbi gözəldən. Vətənini sən sevmisən ürəkdən. Öncə gedə dayanıbdı zahidim. Darıxma, haqq getdi. İtirsək də qəhrəmanı, igidi unutmayır, yada salır el indi. Bilirik ki, sənin için çətindir, ömrün nura boyanıbdı zahidim. Çok sağ olun. Teşekkür ederim. İnanın ki bu kısa müddete hazırlanıp. Ben tapşırık vermişim. Bugün hazırdır. Bunu tekrar edelim. Hazırlatıran müellimiye ve müellimiye teşekkürümü bildiririm. Çok sağ olsunlar. Her birine teşekkürümü bildiririm. Cəlal müəllimin adından, hörmətli başımız, Tahir müəllimin adından, Tahir müəllimimiz də gələcəkdə vaxtı olmadı. O qonaqlar var, bilirsiniz ki, bugün qaynayır hər tərəf sabah. Ölkənin bilirsiniz ki, azadlıq günüdür. Ona görə də müstəqillik günüdür. Ona görə də başı qarşı mən dedi, fərəh eləyirdim ki, gedib orada iştirak edeyim. Tahir müəllim dedi. Amma dedi, mənim salamımı orada olan insanlara, müəllimlərə, müəllimiyə, ağsaqqala, hörmətli direktora və icra nümayəndəsinə çatdırdım. Hörmətli olsun, Allah razı olsun. buyurun. Salam, hörmətli tədbir iştirakçıları, xoş gəlmisiniz. Bizim şəhidimiz Səlimov Zahidin mənim sinifimə Səlimov Zahidin adı veriblər. Ona görə çox xoşbəxtəm. Ona görə xoşbəxtəm ki, hər dərs dediyim şagirdlər Səlimov Zahidi görəcəklər. Belə bir şəhidimiz olduğunu biləcəklər. Onlarda da bir qəhrəmanlıq ab-havası olacaqdır. Səlimov Zahid haqqında biz nə qədər danışsaq azdır. Təbii ki, şəhidlər müqəddəsdir, şəhidlər ölməzdir. Özü də Səlimov Zahid elə bir nəsildən də olub ki, bunun ulu babası Surxa idi, Seyiddir. Yəni Surxa erməni-müsəlman davasında şəhid olub, gəlməyib. Seyid babası isə Böyük Vətən müharibəsində deməli qazi kimi qayıtmışdı. Allah şəhidimizə rəhmət eləsin. Allah o dünyasını versin. Təbii ki, bizim şəhidimiz çox qəhrəmanlıq göstərmişdi. Bunu ən azı biz 1-ci aprel döyüşlərindən də görmək olar. Aprel döyüşlərində də iştirak eləmişdi və yüksək canı başla da istəyirdi ki, müharibə olsun və Qarabağ torpaqları yağı düşməndən azad olsun. Bunun da deməli, müharibə başlayanda 44 günlük müharibədə böyük həvəslə iştirak edən Səlimov Zahid döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik səviyyəsinə yüksəlmişdir. Allah rəhmət eləsin. Siz də xoş gəlmisiniz. Allah canınızı. Çok sağ olun, teşekkür ederim. Cavanşir müəllim. Mən 30 il müəllim işləmişim, bir Telekomda. Allah canınızı sağ olsun. Teşekkür ederim. Ona göre de siz fərəhlənməlisiniz, siz sevilməlisiniz. Siz her dəqiqə burada bir dənə şöp olmağına razı olmamalısınız ki, bu kəndə gələn hər bir insan bu sınıfa gələcək. Bu yadınızda olsun. Ona göre de bu sınıf güzel olmalıdır. Şəxsən mən özüm gələcəyim bura. Bu sınıf qəşəng olmalıdır. Bu sınıf fərəhli olmalıdır. Bu sınıf seçilməlidir. Ne de ki, Kürdəmir cəmaatı tüm kəndlərin hamısından seçilir. Teşekkür ederim hər birinizə. Siz çok sağ olun. Bugün fərəhli gündür. Bugündən yaxşı gün yoxdur. Hər günlər yaxşıdır. Amma bugün fərəhli gündür. Bugün igid gündür. Bugün şəxsiyyət gündür. Bu günləri Azərbaycan xalqının başının ucalan bir gündür.
bu günləri, məsələn, sabah hörmətli ağsaqqalımız qeyd etdi. Müstəqillik günü, müstəqilliyi əldə etmək olar. Hasaddır, hər bir adam qalır, bu uşaq da əldə edə bilər. Amma onu qoruyub saxlamaq lazımdır. Olub da bir dəfə Azərbaycan müstəqil. Gör, saxlaya bildilər, amma bunu saxlayan Heydər Əliyev, umumilli liderimiz Azərbaycanın müstəqilliyini bərk etdi, onu qorudu, onu salamlayıb, üzü ağırlığı ilə, baş güzəlliği ilə verdi Azərbaycanın böyük oğlu, Azərbaycanın igid oğlu İlham Əliyev sənədlərine ki, tut, bu Azərbaycan xalqı, bu da sən, bu da müstəqillik. 30 ildən yuxarıda bu Azərbaycan müstəqillik. Gəlin alqışlarım Azərbaycan müstəqillik. Çok sağ olun, hörmətli cəmaət. Mən fərəhləndim. Mən o yerdəki söz vaxtında yerinə getir. Orada o sözü deyən adam çox fərəhlənir. O söz yerinə getirən adam çox yiğitlənirdi. Cəlal müəllim sizdən danışır, mənlə danışırdı. Deyir, Asaqqa nətərdir vəziyyət? Deyirdim, Cəlal müəllim, deyirəm, hər şey hazırdır. Hər bir şey öz qaydasına geri verir adamlar. Yenə də qadirəm təkrar. Mən bir xasiyyətim var. Mən sözü çox tez deyirəm, və də təkrar deyirəm. Hörmətli başçımızda mənə deyir ki, tələsirsən deyirəm. Danışan deyirəm, mən tələsirəm ki, bu sözümü çatdırmam cəmaata. Bu sinif nümunə bir sinif olmalıdır. Bax, bir qəfil gəlib girəcəm bura. Elə olmasın ki, bax, toplu tüfəngimi döşünə burada adamlar. Sən oğlum yerindəsən. Allah hər özləndirir. Bax, saqqal da özü bilir, orada götürüb gələcəm. Bura gələndə inşallah. Çox sağ olun. Təşəkkür edirəm. Bugün Zahid balamızın sinifini qeyd etdik, onu düzəltdik, onu verdik bu bağlarımızın ixtiyarına, hörmətli bağlarım. Bax, görürsünüz Azərbaycan necə Azərbaycandır. Görürsünüz Azərbaycan necə müstəqildir. 35 ildə, 35 ilə yaxında Azərbaycan müstəqildir. Özümüz öz sahibimizdik. Sizə heç kim bir şey eləyə bilməyəcək. Maşallah, bax, bu günləri qəşəng geyinmişsiniz. Bu günlərin müştü, bax, bu babalarımızın sayəsindədir. Hörmətli prezidentimiz Allah Başkomandan İlham Əliyev sənədlərinin sayəsindədir. Mehriban xanımın sayəsindədir. Yoxsa biz nə bilirdik, kar dedik. Bax, bu bağlarımız olmadı. Biz bilmirdik, vallahi, siz haradasınız. Nəysə belə geyinəcəksiniz, müəllimə də yiyəməyəcəkdir. Amma bugün o igid bağlarımızın sayəsində, o qəhrəman bağlarımızın sayəsində, Ağalıq Başkomandan İlham Əliyev sənədlərinin sayəsində, Mehriban xanımın sayəsində bugün bağlarımız da gözəldir, Azərbaycanımız da gözəldir, dünyamız da gözəldir. Sağ olsun prezidentimiz İlham Əliyev sənədlərine eşq olsun, yaşasın Azərbaycan. Çok sağ olun. Təşəkkür ederim hər birinizə. Bununla da bugünkü bu sinifimizə həsr etdiyimiz bugünkü gün, bugünkü tədbir başa çatdı. Allah razı olsun. Allah